Əslində hazır idim evdən qaçmağa. Prosto həm qorxurdum, həm o evdən çıxmırdı, həm də cəsarətim yox idi. Fikirləşdim ki, alındıra bilmərəm. May ayı idi. Gözləyirdim ki, məktəb bağlansın sonra çıxım. Sonra fikirləşdim ki, yox, bəlkə o vaxta qədər məni öldürdü. Həqiqətən çox pis döyürdüm mən son vaxtda. 27 yaşı var şərti adı Günel olan bu xanımın və o, indi həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan minlərlə qadınlardan biridir. Lakin bəxti gətirib ki, ölkədə onsuz da az sayda olan qadın sığınacaqlarından birində yer tapa bilib və oranın müvəqqəti sakininə çevrilib. Günel deyir ki, 4 yaşı olanda atasını, 7 yaş olanda isə anasını itirib. Qohumlarından xalası ona baxmağa başlayıb, lakin xalasının da bacısı qızından öz gözləntiləri var imiş. Ögey ana nağıllarındakı qızcığazın taleyini yaşayan Günelin anası rolunda olan xalası onu məktəbə göndərməkdən çox ərə verməyə tələsirmiş və nəhayət 17 yaşında Günel 35 yaşlı biri ilə evləndirilir. Sonra müəyyən bir vaxt getdi, oğlum oldu, nə bilim 1-2 il falan keçdi. Sonra gördüm ki, həqiqətən narkotik istifadə edir. Sonra bir müddət keçdi, nə bilim, eşitdim ki, güya xalamın onunla münasibəti var, ona görə mən ona verib. Sonra nə bilim, biraz da keçdi, öyrəndim ki, həqiqətən yəni eləmiş, xalamın onunla münasibəti var imiş, mən həqiqətən ona görə verib də, yəni daha yaxın olsun deyə. Yəni nə bilim, telefonunu falan qurdalayırdım özü yatanda, nə bilim, gizlin güdürdüm telefonda danışanda. Yəni elə öyrəndim ki, həqiqətən də var imiş. Günel deyir ki, anası öləndən sonra xalası onların ata mülklərini satır. Buna görə də getməyə yeri olmur və 9 il əri olan şəxsin bütün zorakılıqlarına dözməyə məcbur qalır. Hər gün döyürdü, içirdi, nə bilim, başıma hər oyunu açırdı. Neçə dəfə əlimdən çıxıb qaçmışam. Yəni, nə bilim, xalamgil qaytarıb onun yanına. Hətta mən ona verən xalam da qayıb deyirdi ki, səni öldürüb, cəhənnəmə öldürsün. Əsl o ki, onunla mənim aram dəyməsin. Sonra biraz keçdi, öyrəndim ki, boşadığı xalası qız olmuşdu. Onunla da artıq münasibəti var. Sonra Allah'dır ki, dostunun ailəsi harası ölü yerinə gedib, 3 dənə uşaq gətirdi ki, yoğununda müəyyən bir vaxt 12-13 gün o uşaqlara baxdım, sonra öyrəndim ki, özünün qıraqda gəzdiyi qadın uşaqlarıdır. Günel ər evindən qurtulmağa çalışanda oğlu 1-ci sinifdə oxuyurdu. Digər müsahibim isə 34 yaşlıdır. O da bir uşaqla sığınacaqlardan birinə sığınıb. Yoldaşım narkoman idi. Heç kimim yox idi. Bir qızımla bura gəldim. Bizə baxmırdı. Bütün günü çöllərdə idi. Yəni həyatım budur. Kirədə qalırdım. Ayda 200 manat. Onu da verə bilmirdi, yəni. Sonra bacım baxdı bizə. Bacımın yoldaşı baxdı. Onlar da çıxıb Gürcistana gedəndən sonra mən də çıxdım bura gəldim, yəni. Bir neçə il əvvələ qayıtsaq, görəcəyik ki, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı haqqında demək olar ki, danışılmırdı. Buna adət-ənənələrlə yanaşı maarifsizlik və digər miflər səbəb olurdu. Məsələn, hələ də məişət zorakılığını ailə daxili məsələ hesab edənlər və ya zorakılığı məhz qadınların özlərinin yaratdığını düşünənlər də az deyil. Əgər ailəni möhkəm saxlamaq lazımdırsa, onun üçün 10-12 il azı. Dözmək lazımdır hər bir şəraitə, hər bir hərəkətə, hər bir günə. Onda ailə möhkəm olur. Şiddətə də dözmək lazımdır. Şiddəti qadın özü yaradır. Qadınlar dözümsüzlər. Hansısa bir müddəti keçirmək lazımdır bir-birinə öyrəşincə. Rəsmi rəqəmlərdə isə ölkə əhalisinin 50,2%-ni təşkil edən qadınlara qarşı zorakılıq halları davam etməkdədir. Dövlət Statistika Komitəsindən bildirilir ki, 2024-cü ildə 1471 nəfər məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkib. Onların da 83,5%-i qadınlardır. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə isə 2024-cü ildə məişət zorakılığı ilə bağlı quruma 486 müraciət daxil olub. Müraciətlərdə əsas çoxluq uşaqlarla qadınlardır. Vəkil Zibeydə Sadıqova düşünür ki, ölkədə məişət zorakılığı qurbanı olan qadının təhlükəsizliyini təmin etmək alınmır, çünki bunun üçün sığınacaqlar yetərli deyil. Hər dəfə
Milli fəaliyyət planı təsdiq edilir, neçə illik, nə bilim, hər dəfə müzakirə olunur ki, əlavə sığınacaqlar açılacaq, açılacaq, bir gün açılacaq, sabah açılacaq, amma biz o sığınacaqları görmürük, yoxdur sığınacaq. Bir-iki nəfərin, belə deyim də, bir-iki sığınacaq yeri var. Onlar da biz hamımız ora müraciət edirik, həmin sığınacaqlara. Bu qadınların gedəcək yeri yoxdur. Təsəvvür edirsiniz, artıq müraciət etmirik. Artıq qadınlara deyirik ki, sən Allah, filan dostunda qal, filan tanışında qal, nə bilim, filan yerdə gizlən. Özləri artıq gedib öz başlarının çarəsini qılırlar da. Bu əslində çox, belə deyim, ağrılı yerimizdə. Əslində qadın, məişət zorakılıq qurbanı qadın təhlükəsini təmin etmək üçün birinci sığınacağa getməlidir də. Yəni bunun tutaq ki, təsəvvür edin, evindən başı açıq, ayaq yalın, sumkasını götürmədən, çantasında bir qəpik pul olmadan çıxan qadındır. Bu hara getməlidir? 2002-ci ildən fəaliyyət göstərən Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sığınacaqlara üz tutanların sayına münasibət bildirir. O deyir ki, əvvəl 10-15 nəfərə yer verə bilirdik, amma indi 55 nəfərə. Ən çox müraciətlərin qış aylarında olduğunu bildirən xanım Zeynalova sənədləşmə mexanizminin çətinliyinə də toxunur. Ayında hardasa hesabladım 38 nəfər müraciət eləmişdi, WhatsApp-a müraciət eləmişdi. Amma hamını götürə bilirikmi? Yox, hamısını götürə bilmirik. Həyat təhlükədə olanı götürürük, körpə uşağı olanı götürürük. Sistemi qurmuşuq nə mənada. Sağ olsun təbib, tibbi müayinələrdir, yoxlanışlardır, bunları dərhal kömək eləyirlər. Bu sənədləşmə qanunverici çərçivəsində olmalıdır. Bu bəziləri şəxsi münasibətlər çərçivəsində, məsələn, Mehriban Zeynalovanı tanıyırlar və zəh vururam digər həmin qurumda işləyənlər, bəs bizim problemimiz var, sağ olsun, tutaq ki, həll edir. Amma bu sistem şəklində olmalıdır. Mən kiməsə, sabah mən olmasam, bu iş davam eləsə, bəlkə həmin şəxs o birisini tanımayacaq, amma yardıma ehtiyacı var. Mehriban Zeynalova düşünür ki, sığınacaqların davamlı maliyyə axtarması da onların işlərində çətinliklər yaradır. Çünki dövlət tərəfindən maliyyənin olmaması sığınacaqlardakı qadın və uşaqların tələbatı üçün əhalidən kömək istənməsinə yol açır ya da donor axtarışına çıxılır. Konkret dayanıqlı maliyyə olmalıdır. Necə ki, dövlət müəssisələri maliyyələşir, tutaq ki, Sosial Xidmətlər Agentliyinin sığınacağı maliyyələşir, necə ki, Daxili İşlər Nazirliyinin büdcə ayrılır, sığınacaq maliyyələşir. Eləcə də qeyri-hökumət 2 qadın sığınacağı var. Onlardan biri bizim, ikincisi Gəncədə yerləşən Təmas Regional İctimai Birliyinin nəzdində sığınacaqdır. Var Daxili İşlər Nazirliyinin insan alveri qurbanları üçün sığınacağı, orada da qadınları yerləşdirmək olur, amma orada sırf cinayətdən zərər çəkmiş şəxslər yerləşə bilərlər. Əmək və Əhalinin Sosial Müdafiəsi, yəni Sosial Xidmətlər Agentliyinin nəzdində var. Bu məişət zorakılığına bağlı elə böyük də yəni yerləri çox deyil. Bəs necə oldu polis? Hazırda Günel kimi qadınların isə tək ümid yeri belə sığınacaqların çox olması və məişət zorakılığı ilə bağlı qanundakı boşluqların həll edilməsidir. Çünki belə sığınacaqlar həm də qadınların cəmiyyətə yenidən inteqrasiyası üçün önəmlidir. Günel deyir ki, zorakılıq görən ailələrdə ən çox psixoloji sarsıntını uşaqlar yaşayır. Uşağımın, oğlumun yanında mənə şiddət göstərirdi. İndi hal-hazırda oğlumla onun haqqında mən söhbət eləyəndə o danışmır atası haqqında. Mən söhbət eləmək istəyəndə deyir ki, onun haqqında danışmır. Artıq 3 ilə yaxındır ki, buradayam. Burada işləyirəm. Hazırlaşıram ki, yarımçıq qalan təhsilimi davam etdirim, attestatımı alım. Yəni aşbazlığın üstündə daha çox durmaq istəyirəm.